Sualınız olanda nə sualınız varsa açıb soruşa bilərsiniz. Deməli dostlar, maddənin aqreqat halları aşağı siniflərdən də onsuz da bilirsiniz. Üç əsas aqreqat halı var. Onlardan birincisi bərk, sonra maye, sonra nə dostlar? Qazdır. Bərk, maye, qaz. Bu aqreqat hallar arasındakı keçidləri də siz yəqin ki, məndən yaxşı bilirsiniz. Bərkdən mayeye keçmək nə adlanır? Ərimə. Ərimə adlanır. Mayədən bərkə keçmək? Donma. Donma, bərkimə, kristallaşma adlanır. Mayədən qaza keçmək? Buxarlama. Bəli, buxar əmələ gəlmə. Qazdan Kondensasiya. mayəyə keçmək isə kondensasiya adlanır. Bir də burada bərkdən qaza birbaşa keçən maddələr var ki, biz ona sublimasiya deyirik. Sublimasiya. Qazdan bərkə keçənlərə isə nə deyirik? Desublimasiya deyirik. Əla, aqreqat halların keçidlərini bilirik. İndi bunu bir balaca daha praktik bir nümunə ilə yazmağa çalışacağıq, anlamağa çalışacağıq dostlar. Deməli, məsələ nədən ibarətdir? Əvvəlcə bu ərimə və qaynama proseslərini, yəni ərimə və buxarlanma prosesləri haqqında danışaq dostlar. Birincisi ərimə. Ərimədən başlayaq. Ərimə prosesi, sizin də dediyiniz kimi, bərk haldan maye hala keçməkdir. Ərimə prosesi budur. Ərimə zamanı sərf olunan istilik enerjisi də ərimə istiliyi adlanır. Yəni bizim istilik miqdarı dediyimiz şey zaten Q ilə işarə olunur. Q də bərabərdir lambda vurulsun M-ə. Ərimə prosesində təşkil edirəm. Udulan enerji, bu arada ərimə yazıram, mötərizəsində bura bərkimədə qeyd edeyim. Sadəcə proseslər bir-birinin əks istiqamətindədir, amma düstur eynidir. Yəni sizə sualda desə ki, kristallaşma, nə bilim, bərkimə və ya ərimə, hər üçündə eyni düstur istifadə edəcəksiniz. Fərqi nədən ibarətdir? Ərimədə istilik enerjisi udulur, bərkimədə istilik enerjisi ayrılır. Amma düsturda təşkil edən bir fərq yoxdur. Q bərabərdir lambda vurulsun M. M təbii ki, burada kütlədir. Lambda xüsusi ərimə istiliyidir. Xüsusi ərimə istiliyi. Böyük Q isə istilik miqdarıdır. Yəni əriməyə zamanı sərf olunan enerjidir. Ərimə istiliyi yazılır. Ərimə istiliyi. Dostlar, düstura əsasən siz bilirsiniz ki, Q M-dən düz asılıdır. Yəni nə qədər çox maddəni əritmək istəyirsənsə, bir o qədər çox istilik enerjisi verməlisən də. Bir var 1 kiloqram buzu əritmək istəyirsən. Bir də var 1 ton buzu əritmək istəyirsən. Təbii ki, 1 ton buzun əriməsi üçün daha çox istilik miqdarı udmalıdır buz. Yəni Q M-dən düz asılıdır. Amma lambdanı buradan çıxarsaq, düsturdan, lambda bərabərdir Q bölünsün M-ə. Gəlin buna tərif verək. 1 kiloqram bərk maddənin əriməsi zamanı udulan istilik enerjisinə bərabər olan kəmiyyətə xüsusi ərimə istiliyi deyilir. 1 kiloqram maddəni bərk haldan maye hala keçirmək üçün lazım olan istilik enerjisinə xüsusi ərimə istiliyi deyilir. Xüsusi ərimə istiliyinin vahidi 1 jol bölünsün kiloqramdır dostlar. 1 jol bölünsün kiloqram. Və xüsusi sözündən siz bilirsiniz ki, lambda yalnız maddənin növündən asılıdır. Yəni xüsusi ərimə istiliyi Q-dən, M-dən asılı deyil dostlar. Ərimə istiliyində bunu bilməliyik. Və ikinci məsələ nəyi bilməliyik? Ərimə prosesində dostlar, temperatur dəyişməyəcək. Bu sözü, bu qeydi mütləq yadda saxlayırsınız uşaqlar. Qeyd olaraq yadda saxlayırıq ki, aqreqat hal dəyişəndə temperatur dəyişmir. Yəni ərimə prosesində temperatur nə qədər uşaqlar? Dəyişmir. Ay, bu vacib məlumatlardan biridir. Hansı ki, düsturdan da bunu çıxara bilərsiniz. Çünki düsturda Q bərabərdir lambda M-dir.
Biz adi normal Oradakı vəziyyətdə həqiqətən Sm delta T-dən istifadə edirik yadınızdadısa. Hara getdi bu delta T? Çünki ərimə prosesində temperatur dəyişməsi yoxdur uşaqlar. Ona görə düsturunda da yoxdur. Ərimə prosesində temperatur dəyişmir. Daha yaxşı anlatmağa çalışım bunu sizə. Məsələn, düşünün ki, əlinizdə -20 dərəcə Selsidə buz var. Siz onu qızdırmaq istəyirsiniz. Qızdırıb əridib 10 dərəcə Selsi suya çevirmək istəyirsiniz. Bir düşünün bu təcrübəni. -20 dərəcədə buzumuz var. Biz onu nə etmək istəyirik? Qızdırmaq istəyirik. Əridəndən sonra 10 dərəcə Selsi suya çevirmək istəyirik. İndi səhifəni dəyişəcəm uşaqlar. Bu çünki qrafiklə göstərməyə çalışacağam. Bir daha burada yazın bunu. Məqsədimiz -20 dərəcə Selsi buzu 10 dərəcə Selsi temperaturlu suya çevirməkdir. İndi adətən düşündüyümüz şey nə olar? Deyək ki, mən sizə bu proses zamanı temperaturun dərəcə Selsi ilə istilik miqdarından asılılıq qrafikini çəksəm, adətən uşaqlar deyir ki, -20-dir bura mənim. -20-dən 10-a qədər çəkəcəm də, nə var ki, burada 10-a qədər belə çəkəcəm. Yəni, mən istilik miqdarını verirəm, buzu qızdırıram, temperatur da artıq səthdir şəkildə. Ehtiyatlı olmaq lazım. Niyə? Çünki sən bilirsən ki, -20 dərəcə Selsi buzu qızdıracaqsan, amma bir yerdə dayanacaq 0 dərəcədə. Çünki 0 dərəcədə maraqlı bir hadisə baş verəcək. Nə baş verəcək? Ərimə. Ərimə prosesi baş verəcək. Mənim bu harası maraqlı oldu? Axı biz demişik, ərimə prosesində temperatur dəyişmir. Ona görə də biz qrafiki çəkəndə, baxın görün nə maraqlı qrafik çəkəcəyik. Deməli, temperatur dərəcə Selsi ilə buza istilik miqdarı veririk, Q hərfi ilə, bura 0 dərəcə Selsidir. -20-dən başlayıram, bura -20-dir. -20 dərəcədən gəlirəm. Buzu qızdırıram. Buz qızır, heç bir problem yoxdur, gəldi bura. Daha sonra isə 0 dərəcədə ərimə prosesi baş verir. Ərimə prosesində temperatur dəyişmədiyinə görə bir müddət 0 dərəcədə qalır. Hər gün mən bir yerdə 0 dərəcədən sonra isə 10 dərəcəyə qədər gedəndə artıq yenə qrafikimiz bu formadadır. Yəni, suyun temperaturu artır. Baxın, deməli, -20 dərəcə Selsi buzu 10 dərəcə suya çevirmək üçün 3 dənə prosesdən keçirməlidir. Birinci isə, burada buz qızır. Buzun qızması üçün sərf olunan istilik miqdarı nədir? Sm delta T, çünki temperatur dəyişir, problem yox. İkinci isə, burada buz əriyir, ərimə prosesidir bura. Ərimə prosesində artıq delta T iştirak eləməyəcək, lambda M düsturunu yazacaq. Üçüncü isə, su olub artıq, tamamilə əriyib. Tamamilə əriyəndən sonra, yəni ərimə prosesi bitəndən sonra suyun temperaturu yavaş-yavaş qalxmağa başlayır. Və Sm delta T düsturunu rahat bir şəkildə yaza bilirik. Bu T zaman deyil, temperatur. Fikir verirsiniz, qrafikdə hansı hissədə temperatur dəyişirsə, orada biz delta T yaza bilirik, dəyişməyəndə yaza bilmirik. İndi bizə desə ki, -20-dən 10 dərəcəyə gələnə qədər sərf olunan ümumi enerji hesabla desə, biz yazmalıyıq Q toplam 3 proses olduğuna görə Q1 üstəgəl, Q2 üstəgəl, Q3, o da bərabərdir. Sm delta T üstəgəlinsin, lambda M üstəgəlinsin, Sm delta T. Amma diqqətli olursunuz uşaqlar. Bu S, birinci S buzun sesidir. Amma ikinci S suyun sesidir. Aqreqat hallar dəyişəndə xüsusi istilik tutumu dəyişir. Ona görə də çaşıb o, yəni götürüb mən burada S-ləri mütərizə xaricində çıxaracaq, olmaz elə. Ayrı-ayrı S-lər. Məsələn, birincidə bu delta T-nin yerinə nə yazacaq uşaqlar? 20. 20. Çünki -20-dən 0-a gəlir. Bəs üçüncüdə nə yazacağam delta T-nin yerinə? 10. 10 yazacağam, bəli. Çünki sıfırdan ona gəlir. Bəli, yəni belə şeylərə diqqət eləsəz problem yoxdur. Bir də çox maraqlı bir qeydi burada qeyd eləməliyəm. Daha çox səhv yazılan şeylərdən biridir. Məsələn, interval olaraq desək də birinci interval, ikinci interval, burada üçüncü interval. Deyir ki, birinci intervalda daxil enerji necə dəyişir? Qışqırtısı da önəmi yox. Artıq. Bir nəfər qızda Artıq tamamilə doğrudur. Niyə?
Çünki Temperatur temperaturasında Temperatur. temperatur Deyir ki, Bəs ikinci prosesdə daxil enerji necə dəyişir? Dəyişmir. kompleks eksanı Dəyişmir. yəni Tamamilə səhv. öldürər. Yəni, bildirsiniz. Artır. Var mı aranızdan demək istəyən niyə artır? Çünki unutdunuz, keçən dərs olsa sizə demişdim, yadınızdadır, təbii ki deyil. Amma 100% dediyimi xatırlayıram. Bax, daxil enerji nədən asılı idi? Növdən, temperaturdan, kütlədən, bir də aqreqat haldan. Ərimə prosesində maddə bərk fazadan keçir maye fazasına. Hansının daxil enerjisi böyükdür? Mayenin yoxsa bərkin? mayenin. Ay maşallah. Deməli ikinci intervalda da daxil enerji artır. Üçüncü interval. Bax bu ikinci hissəyə bax bura ulduz qoyuram. Bu ikinci hissə çox səhv yazılır. Şəxs sual verir. Temperatur dəyişmirsə, daxil enerji necə dəyişə bilər? Dəyişə bilər. Çünki biz deməmişik daxil enerji təkcə temperaturdan asılı. Hə, orta kinetik enerji desəydilər, onda ikinci hissədə siz deyə bilərdiniz ki, orta kinetik enerji dəyişmir. Bununla razılaşardıq. Çünki niyə? Orta kinetik enerji yalnız və yalnız temperaturdan asılıdır. Ərimə prosesində temperatur dəyişmədiyinə görə orta kinetik enerji də dəyişməyəcək. Amma birinci prosesdə daxil enerji artır. Təbii ki, temperatur artdığına görə kinetik enerji artır. İkinci prosesdə orta kinetik enerji nə edəcək uşaqlar? Artacaq. Bunu başa düşdünüz uşaqlar? Bir yaş başını çıxılır. Bəli. Əlasız. Ərimə məsələsi belə. İkinci nədən danışmaq istəyirik biz? Buxar əmələ gəlmə məsələsi. Məlumatlı fəslini mən göndərdim. Keçmişəm. Soruşmadım. Buxar əmələ gəlmə. Necə deyirdik? Ümumiyyətlə dostlar, buxar əmələ gəlməni biraz onu da qarışdırırlar. Ona görə də burasına da diqqətlə qulaq asmanızı rica edəcəm. Buxar əmələ gəlmə əslində maye molekullarının mayeni tərk eləməsidir. Məsələn, ağzı açıq bir qabda su var da, düzdür? Biz hamımız bilirik ki, su buradan yavaş-yavaş buxarlanır. Su molekulları çıxır havaya. Bu nəticədə buxar əmələ gəlmə prosesidir. Buxar əmələ gəlmənin iki dənə növü var. Bir, buxarlanma. Buxarlanma. Digəri isə dostlar, qaynama. Digəri qaynamadır. İndi biz bu qaynama ilə bağlı təbii ki, gələcək dərslərimizdə səviyyəli bir şəkildə danışacağıq onu. Amma yenə bir məlumat vermək istəyirəm. Uşaqlar, buxarlanma nədir? Buxarlanma bütün temperaturlarda baş verir. Bütün temperaturlarda buxarlanma baş verir. Amma qaynama, uşaqlar, yadınızda saxlayırsınız. Qaynama spesifik bir temperaturda. Hamımız bilirik, su neçə dərəcədə qaynayır. Adi şəraitdə su normal atmosfer təzyiqində 100 dərəcədə qaynayır, düzdür? Nənəndən də soruşsan evdə biləcək. 100 dərəcədə qaynayır su. Görürsünüz, qaynama temperaturu spesifikdir. Amma buxarlanma, siz qarşınıza çay süzüb qoyursunuz, oturursunuz orada. Çayın üstündən nə çıxır? Buxar çıxır. Qaynamır ki çay. Sadəcə buxar çıxır. Buxar buxarlandığını göstərir. Yəni buxarlanma bütün temperaturlarda baş verir. Yağış yağır, küçələrdə su olur. Səhər olsan ki, yəni 5 gün sonra da məsələn. Görməsə də zaten su qalmır. Mən soruşam ki, ay uşaqlar bu su hara getdi? Uşaqlar deyir ki, yəqin çöldəki heyvanlar, yəni pişiklər, itlər zaten içib o. Bir şey yoxdur. Buxarlanma gedir. Hamısı buxarlanır havaya. Deməli, buxarlanma bütün temperaturda baş verir. Buxarlanma səthə yaxın ərazidə baş verir. Səthə yaxın. Yəni, bir qabda maye varsa, buxarlanma, yəni kimlər çölə çıxar? Çölə yaxın olanlar çölə çıxar da, düzdür? Çölə, yəni mayenin açıq səthinə, sərbəst səth deyirik, yaxın molekullar, səthə yaxın. Amma qaynamanı görmürsünüz, xüsusən də bu, belə deyək ki, şəffaf tefallarda zadda da, indi reklamda gedir, şəffaf kettle deyək də, qoyursan, suyub görsən, qaynamağa çatanda nə baş verir? Bütün həcmdə molekullar ortalığı qaynadır. Bütün həcmdə. Yəni, pak edir də, qəribə belə qabarcıqlar çıxır, hər yerdən qabarcıqlar qalxır, görmürsünüz də. Düzdür? Deməli, qaynama prosesi ilə buxarlanmanın bax belə iki dənə fərqi var. İndi, buxarlanma istiliyi ilə bağlı danışacağıq. Yaxşı.
Mən də deyirəm. Biz istəyirik ki, mayeni buxara çevirək. Maye, yəni istilik enerjisi udmalıdır da. Buxarlanma prosesində yadınızdadırsa istilik enerjisi udulur. Bəs onda biz düsturumuzu necə yazacağıq dostlar? O qədər mən səhvim oldu ki, o işte. Əslində ərimə prosesi kimi düsturu çox oxşardır buxarlanma istilik məsələsində. Yenə Q O da yaxşı. sərf olunan istilik enerjisi, istilik miqdarıdır, bərabərdir. L vurulsun M-ə. Yəni səmimidirlər mənə qarşı. L vur M. Mən bu hissiyatım güclüdür. Yəni M nədir burada? Kütlədir. Mən də dedim, El nədir? mən getsinlər, nazlı. Xüsusi buxarlanma istiliyi. Xəstəlik xatirələrimiz. Q isə buxarlanma istiliyidir. Yəni istilik miqdarıdır. Diqqətli olursunuz. Baxın görək sözdə xüsusi varmı yoxsa yoxmu? Buxarlanma istiliyi dediyimiz bu böyük Q, yəni ki istilik miqdarı. Təbii ki buxarlandırdığınız mayenin kütləsindən düz asılıdır. Bayaq da eyni belə demişdim də. Yəni sən nə qədər çox mayeni buxarlandırmaq istəyirsənsə, bir o qədər çox istilik enerjisi lazımdır. Amma xüsusi olan el isə nə Q-dən, nə də M-dən asılı deyil dostlar. Xüsusi buxarlanma istiliyi, görürsünüz xüsusi söz var, asıl deyil. Və ərimə istiliyi kimi, daha doğrusu xüsusi ərimə istiliyi kimi bunun da vahidi bir jol bölünsün. Kiloqramda bilmirəm diqqət elədiniz, 3 dənə xüsusi var idi. Bu xüsusi yanma istiliyi, xüsusi ərimə istiliyi, xüsusi buxarlama, bu 3 dənə xüsusi vahidi eynidir. Jol bölünsün kiloqramda. İndi gəlin buxarlanmaya aid bir nümunə eləməyə çalışaq. Bizə deyir, 90 dərəcəli su var. Çevirmək istəyirlər 120 dərəcəli buxara. Və bizə yenə deyir ki, temperaturun istilik miqdarından asıllıq diaqramını çəkin. Temperatur Celsi ilə Ondan 89 idi. İndi görsən 20-23. Ondan 18-19 idi. bu istilik miqdarıdır. Burası sıfırdır. 90 dərəcə. Siz həqiqətən hər Su var. Sizə necə seçməliyəm dostlar? 90 dərəcədə mən istilik miqdarı verdiksə nə baş verəcək? 100-ə qədər artacaq. Ay maşallah. 100-ə qədər artacaq. Aha 100-ə qədər artdı. Xeyir olsun. Sonra da Q bərabərdir L vurulsun M-ə görə düz olacaq. Artmayacaq. Bəli, deməli 100 dərəcəyə çatanda sən deməlisən ki, 100 dərəcədə axı qaynama prosesi baş verəcək. Ona görə də aqreqat halın dəyişməsi baş verəcək. Aqreqat hal dəyişməsi üçün temperatur bir müddət sabit qalır. Burada aqreqat hal dəyişir və ondan sonra tamamilə buxara çevriləndən sonra temperatur qalxır. Bu T-ni biraz aşağıdan çəkmişəm. İstəyirsiniz onu biraz yuxarı qaldıraq. Çünki məsələnin şərtini onsuz da bilirsiniz də. T dərəcəsi, bəli, 120-yə qədər qaldırmaq istəmişdik. Bax, belə deyək. 120 dərəcəyə qədər qaldırdıq. Gördüyünüz kimi. Bəli, yenə neçə dənə proses oldu? Hə, uşaqlar? 3 proses. 3 proses oldu. Birinci proses. Nə baş verir burada? Qaynama. Xeyr. Su qızır. Su qızır burada qadası. Qaynama yoxdur. Qaynama haradadır? İkinci. Yəni 100 dərəcədə qaynama. Bəs üçüncü proses nədir? Buxarlanma. Buxar. Nə qalır? Buxarlanma. Qızır. Buxarlanma yox şəkil. Qaynama, buxarlanma bizdə eyni bir şeydə işlənir də. Bura buxarlanma yazın. Buxarlanmanı bizim dilimizdə biraz elə işlədirlər də. Buxarlanma deyəndə elə aqreqat halının dəyişmə halını nəzərdə tuturuq biz. Yəni şahidlər yadınızda saxlayırsınız. Aqreqat hal dəyişəndə, yəni buxarlanma demisənsə, sən temperaturu artıramazsan humar. Ona görə də üçüncü hissəyə buxarlanma demirik, buxar qızır. Bəli. Delta T qaynamada 0 olur. Delta T qaynamada yenə 0 olduğuna görə biz hansı düstur istifadə edirik? Bu raunda dediyi kimi Q bərabərdir L vur M. Görsən? Su qızanda hansı düstur istifadə edirik? Cm delta T. Buxar qızanda hansı düstur istifadə edirik? Cm delta T. Ümumilikdə 90 dərəcədən 120-yə gəlmək üçün nə qədər istilik miqdarı sərf olundu desə nə eləyərik? Araşdırma. Ama o değil. Değişen insanı
Digər bu adını Toplayırıq. Hamısını toplayırıq. Sm delta T üstə gəlinsin. Lm üstə gəlinsin. Sm delta T. Təbii ki, yenə bu sayılar bir-birindən nədir? Hərif bir dərs var. Fərqli. Fərqlidir. Yaxşı, birinci delta T'yə nə yazacaqsınız burada? Biraz bəxtsiz. Bir əzəmə. 10 dərəcə. 10 dərəcə. İkinci delta T'yə nə yazacaqsınız? 20 dərəcə. Mükəmməl 100 yıl. Əlasınız. O zaman uşaqlar gəlin challenge olsun. Bu dəfə bizə deyir ki, mənfi 10 dərəcə Selsidən buzu götür, onu ərit, sonra yenə vaz keçmə. Geçsin ta 100, məsələn deyək də 140 dərəcə Selsi buxara qədər geçsin. Sizcə burada neçə proses olacaq? 4 dənə. Xeyr, Dişim ağrıyordu. sızranmadınız. 5 dənə 5. 5 dənə. Niyə 5 dənə proses olacaq? 2 dəfə dayanır, 3 dəfə də qalxır. 2 dəfə dayanır, 3 dəfə qalxır. Deməli, gəlin bir yerdə işləyək dostlar. Temperaturun verilən istilik miqdarının asılı, burası 0 dərəcə Selsi. Mənfi 10-dan başlayırıq. Ya Allah, getdik. Mənfi 10-dan istilik miqdarı verirəm. Nə baş verir? Sıfıra qədər gəlir. 0-a qədər gəldi. 0-da nə baş verir? Ərimə düzdür. Bir müddət sabit qalır, əla, ərimə prosesi. Sonra nə baş verir? 100 dərəcəyə qədər yenə qalxır. 100 dərəcəyə qədər qalxdı. Yenə dayanır. 100 dərəcədə sabit qalxır. 100 dərəcədə sabit qalır. Sonra nə olur? 140-a qədər qalxır. 140-a qədər qalxır. Maşallah, maşallah. Görürsünüz, yakaladınız temanı. 5 dənə proses var. Artıq sizə güvənirəm bu mövzuda ki, məsələn, açıq suallarda çox düşə bilir belə sual ki, deyir, temperaturun istilik miqdarından ya da zaman da deyə bilərəm bu arada. Bunlar aşağı yuxarı qrafiklərdə bir fərq yoxdur, yəni zaman da ola bilər. Zaman keçdikcə də təbii ki, istilik miqdarı artdığına görə zamandan asılılığını da soruşa bilər imtahanda. İstilik miqdarı eynidir. Qrafiklərdə yəni bir fərq yoxdur. Bəli. Gördüyümüz kimi 5 dənə intervalımız var. Düzgün formada çəkirik. Aqreqat halların dəyişdiyi hissələrdə temperatur. İndi proses intervallara zəhmət olmasa ad qoymağa çalışaq. 4, 5. İndi biri səma deyə bilər. Səma bir haqqında nə deyə bilərsiniz zəhmət olmasa? Buradasan Səma? Yoxdur Səmadətdə. Maraqlıdır. Artır. Tamamilə doğrudur. Buzun kütləsi necə dəyişir burada? Dəyişmir. Buz nəyə çevrilir ərimə prosesində? Suya. Onda buzun kütləsi Azalır. suyun kütləsi Artır. sağ ol. Buzun kütləsi azalır, suyun kütləsi artır deməyimiz lazım idi. Və buna da diqqətli belə deyək də, yanaşmaq lazımdır. Məsələn, birinci hissədə, Fatimənin oxuduğu hissədə, birinci hissədə dedi ki, müəllim, buz qızır. Görsən, orada yalnız buz var, buzun kütləsi dəyişmir. Amma ərimə prosesinə gəldirsə, təbii ki, orada buzun kütləsi azalacaq, suyun kütləsi artacaq. Üçüncü hissəni kim demək istəyir uşaqlar? Üçüncü hissədə su qızır. Üçüncü hissədə su qızır, aha. Orta kinetik enerji. Artır. 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 Daxili enerji. O da artır. Mükəmməl idi. Dördüncünü izah eləmək istəyən varmı? Röya deyə bilərsən qadası. Mən 2 dedimdə. 4-də qaynama prosesidir. Üçü sən dedin Röya. Bəli. 4 dedi. Bəli, ev yox, 4 desəndir, laf yaxşı. 4-də qaynama qaynama prosesi. Bəli. Temperatur necə dəyişir? Dəyişmir. Orta kinetik enerji. O da dəyişməyəcək. Daxili enerji. Həmçinin o da dəyişmir. Yaxşı fikirləş.
Dördüncü hissədə daxil enerji necə dəyişir? Artır. Daxil enerji artır dostlar dördüncü hissədə. Çünki niyə? Kim deyər? Niyə artır? Mayedən buxara keçir. Bəli, desələr ki, niyə? Deyəcəksən ki, çünki aqreqat hal dəyişir. Bu arada bir şey də əlavə edeyim uşaqlar. Ağlınıza gəlsin deyə deyirəm. Daxil enerjini biz demişik ki, kinetik enerji ilə potensial enerjinin cəmlə bərabərdir də zərrəciklər. Əgər kinetik enerji dəyişirsə, çünki temperatur dəyişirsə, kinetik dəyişir. Deməli, potensial enerji dəyişir uşaqlar. Baxın, yadda saxlayın. Mən sizə daxil enerjini izah edəndə demişdim, kinetiklə potensialın cəmlə bərabərdir. Burada kinetik enerji dəyişmirsə, zərrəciklərin qarşılıqlı təsir enerjisi, yəni potensial enerji artdığına görə daxil enerji artır. Bəs 5-ci hissə Buxar qızır, buxar qızır, daxil enerji artacaq. tamamilə doğrudur. Orta kinetik enerji Temperatur artdığı üçün o da artır. halal olsun. Qəşəng, əla. Yəni məsələn sizdə desə ki, toplam prosesdəki istilik miqdarını tap etsə nə edərsiniz? Toplayırıq. Hamısını toplayacaqsınız. Bəli, belə işlər. İndi aqreqat hallarla bağlı mən tapşırıqlarınızı verəcəm.